hörmətlər və əziz kanal izləyiciləri, bu videoda sizlərlə üstü funksiyadan, loqaritmik funksiyadan, qısacası loqaritmadan danışacağıq. Amma əvvəlcədən onu deyim ki, bu videoda əsas anlayışlara toxunacaq. Loqaritmada üstü funksiyada daha geniş belə deyək, izahlar kanalda zaten var əvvəlcədən. Bunu sadəcə buraxılışa hazırlaşanlar üçün az qısa vaxtda loqaritmanı, üstü funksiyanı necə öyrənmək sualına bax bu videoda cavab tapacaqsınız. Başlayaq gəlin üstü funksiyadan. Nədir üstü funksiya? Üstlü funksiya. Təbii ki, bilirsiniz ki, üstü funksiyanın loqaritmik funksiya qarşılıqlı tərs funksiyalardır. Ümumiyyətlə, qüvvət anlayışından loqaritma qarşılıqlı tərs anlayışdır. Y bərabərdir A üstü x funksiyasına biz riyaziyyatda üstlü funksiya kimi baxırıq və deyirik ki, burada A sıfırdan böyük olmalıdır və birdən fərqli olmalıdır. Yəni, üstü funksiyanın əsası sıfırdan böyük ədəd olmalıdır. Məsələn, y bərabər 2 üstü x bir üstü funksiyadır. Y bərabər 5-də 1 üstü x bir üstü funksiyadır. Üstü funksiyanın nəyini bilməlisiniz? Təyin oblastını, qiymətlər oblastını. Üstü funksiyanın təyin oblasti df-i bütün həqiqi ədədləri ala bilir üstü funksiyada. Amma üstü funksiyanın qiymətləri oblasti isə sadəcə müsbət ədədlər alır. Yəni, kimsə yaza bilməz 2 üstü x bərabər -5. Çünki üstü funksiyanın qiyməti hər zaman müsbət çıxır. Bu, harada köməyimizə çatar bilər bizim? Məsələn, sizə soruşa bilər ki, y bərabərdir. Tutaq ki, 3 üstü 2 minus x verib. Sual verə bilər ki, bunun qiymətlər çoxluğunda. Bax, onda biz bilməliyik ki, üstü funksiyanın qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. Lakin onun ən kiçik qiymətini tapmaq lazımdır. Gəlin, üstü funksiya haqqında başqa hansı xassələr var, onları öyrənək. Təyin oblasti, qiymətlər oblasti bildik. Üstü funksiya nə tək, nə də cüt funksiyadır. Nə tək, nə də cüt funksiyadır. Dövrü funksiya deyil. Dövrü funksiya kimi baxmırıq. Üstü funksiya A əsasına görə artıb azalmasına qərar veririk. Əgər üstü funksiya y bərabər A üstü x funksiyasında A-sı birdən böyükdürsə, funksiya artandır. Yox, A-sı 0 ilə 1 arasına düşərsə, funksiyaya azalan deyirik. Yəni, belə test tapşırıqları ola bilər ki, yazıb ki, y bərabərdir A minus 5 üstü x. Sual verə bilər ki, sizə, bu bir artan funksiyadırsa, A-nın ala biləcəyi qiymətləri tap. Artan funksiyadırsa, əgər A minus 5 birdən böyük olmalıdır. Deməli, A nədən böyük olmalıdır? 6-dan böyük. 6-dan böyük bütün qiymətlər də, bəli, bu funksiya artan funksiya olur. Funksiyanın qrafikinə gəlincə, bu qrafik necə çəkirik? Biz yəni onu da bir öyrənək ki, biz üstü funksiyanı şəkildə görəndə tanıya bilək. Deməli, üstü funksiyanın qrafiki y bərabər A üstü x-in bir nöqtəsindən keçən absis oxundan kəsməyən bax belə bir qrafikdir. Amma qrafikin bir fərqi var. Mənim hal-hazırda çəkdiyim eksponensial artan qrafikdir, yəni sürətlə artan qrafikdir. Bir də var üstü funksiyanın qrafiki azalan qrafik olar. O necə çəkilir? Gəlin ona da baxaq. Qrafik yenə birdən keçir, lakin bu səfər azalır. Yəni soldan sağa düşdükcə aşağı düşür. Soldan sağa getdikcə üzü yuxarı çıxırsa, bu da artandır. Artan funksiyalarda A birdən böyük, azalan funksiyalarda isə A 0 ilə 1 arasındadır. Bunlar üstü funksiyanın qrafikləri haqqında. Üstü funksiyadan keçək loqaritmik funksiyaya, yəni üstü funksiyanın tərs funksiyası olan loqaritmik funksiyaya. Yəni, görüş olar, loqaritmik funksiyada nə danışa bilərik? Loqaritmik funksiya dedik ki, üstü funksiyanın tərsidir. Ona görə y bərabərdir. Loqaritma A əsasdan x funksiyasında da A-nı 0-dan böyük, A-nı 1-dən fərqli götürmək şərti ilə verilən funksiyaya loqaritmik funksiya deyirik və bu funksiyada funksiyanın təyin oblasti 0 müsbət sonsuzluğudur. Baxın, biraz əvvəl üstü funksiyanı demişdim. Orada onun qiymətlər oblasti 0 müsbət sonsuzluğuydu. Amma üstü loqaritmik funksiyada, yəni təyin oblastına x-a siz mənfi ədəd yaza bilməzsiniz. Loqaritmik funksiyanın təyin oblastını mənfi ədədlər ödəmir. Bəs qiymətlər çoxluğuna nə yaza bilərsiniz? Qiymətlər çoxluğuna yazacaqsınız mənfi sonsuzluq, müsbət sonsuzluq. İndi bu, məsəl üçün, sizə düşüb ki, tutaq ki, imtahana loqaritma 5 əsasdan 2x üstəgəl 6.
Və sizə sual verir ki, bunun təyin oblastını tap. Biz nə danışdıq? Dedik təyin oblast sıfırdan böyük ədədlərdir, düzdürmü? Götürəcəksiniz 2x plus 6-nı sıfırdan böyük. 2x nədən böyükdür? Mənfi 6-dan. X da böyükdür, mənfi 3-dən. Burada sadəcə qısa-qısa nümunələr çəkirəm. Dərsin sonuna az qalmış ümumi test toplusu nümunələrindən də istifadə edəcəyik. Bu, bunun təyin oblastı və qiymətlər çoxluğu. Gəlin, başqa nə xassiyəsi var? Baxın, onu digər tərs funksiyası kimi nə tək, nə də cüt funksiyadır. Funksiya dövrü deyil. Dövrü funksiya deyil. Amma loqaritmik funksiyada üstü funksiya kimi artıb azalmağı eyni şəkildə olur. Əgər A-sı, əsası 0 ilə 1 arasındadırsa, funksiya azalandır. Əgər A-sı 1-dən böyükdürsə, funksiya artandır. Məsələn, y bərabərdir 5 əsasdan x funksiyası artan loqaritmik funksiyadır. Amma loqaritma 3-ə y bərabərdir 3-də 1 əsasdan x funksiyası isə azalan loqaritmik funksiya nümunədir. Nə qaldı geridə? Qrafik qaldı, düzümü? Gəlin, qrafik analiz edək. Görək, qrafiklərdə nə baş verəcək. Deməli, qrafiklər isə, baxın, istənilən tərs funksiya qrafikini çəkəndə siz bilməlisiniz ki, onlar y bərabər x düz xəttinə görə simmetrik olurlar bir-birinə. Məsələn, mən üstü funksiyanın qrafikini hardan çəkdim? Buradan. İndi baxın, A-sı 1-dən böyük olan loqaritmik funksiyanın qrafiki yenə 1-dən keçir. Belə bir qrafikdir. Bu, loqaritm A əsasdan x-in qrafikidir. A 1-dən böyük olduqda. Yəni, ikinci qrafikə keçək. İkinci qrafikdə isə azalan funksiyanın qrafikini çəkəcəm. Bu şəkildə. Bu da A-sı 0 ilə 1 arasına düşən loqaritmik funksiyanın qrafiki olacaq. Bu da oldu loqaritmik funksiya qrafiki. Və loqaritmik funksiyada da, üstü funksiyada da bu qiymətlərə görə müqayisə var. Məsələn, tutaq ki, 1-dən böyük 2 dənə funksiyanı müqayisə edək. Tutaq ki, loqaritma 5 əsasdan x-la, loqaritma 4 əsasdan x-in qrafikini müqayisə edək. Hansı daha yaxın olur absisokuna, hansı daha uzaq olur? Baxın, təxminini mən çəkib göstərəcəm. Ümumiyyətlə, yadda saxlayın. Baxın, ikisi də 1-dən keçəcək. İndi mən birini fərqli rənglə çəkeyim. Birini belə çək. Birini də belə çəkək. Baxın, bu y bərabərdir loqaritm 4 əsasdan x-in qrafikidir. Digəri isə y bərabərdir loqaritma 5 əsasdan x-in qrafikidir. Yadda saxlayın. Əsas nə qədər böyük olarsa, yəni 1-dən böyük ədədlər üçün danışıram mən. Onda hansı ki, absis oxuna daha yaxın olur. İndi deyə bilərsiniz ki, müəllim, bəs yaxşı, bunun əksi olanda necə eləyəcək? Tutaq ki, 0 ilə 1 arasında oldu. Məsələn, dəyişək. Tutaq ki, bura yazıram 5-də 1. Bu düzdür, buraxılış sualı deyil, amma blok suallarında istifadə oluna bilər. Qrafiklərin yaxınlaşması, uzaqlaşması. Baxın. İndi gəlin, baxaq görək hansı daha kiçikdir. Azalan funksiyalar da 1-dən keçir. 2 dənə azalan qrafik çəkirəm. Biri belə, biri də ki, belə olsun. Deməli, yadda saxlayın. Əgər 5-də 1, 4-də 1-dən balacadır, düzdürmü? 4-də 1 daha böyükdür. Balaca olan funksiyamızın qrafiki hansı ki, absisokuna daha yaxındır? Baxın, y bərabər loqaritm. Bu 5-də 1-dən x-dir. Bunu siz nöqtələr qiymət verib də görə bilərsiniz. Amma 0 ilə 1 arasında yerləşəndə də, bax, bu yaşıl isə y bərabər loqaritma 4-də 1 əsasdan x-in qrafiki kimi göstərilə bilər. Yəni, hansı daha kiçikdirsə, o absisokuna daha yaxındır. Bu da loqaritmik funksiya haqqında çox qısaca xassiyələrin təkrarı. Gəldik, çıxdıq nəyə? Gəldik loqaritmaya. Bəs loqaritma nədir? Loqaritma dedikdə nə başa düşürük? Tərifini verək ki, ilk öncə. Ədədin loqaritması dedikdə biz B ədədini, baxın, B ədədini almaq üçün
A ədədinin yüksəldiyi qüvvət üstünə, yüksəldiyi qüvvət üstünə B ədədinin A əsasdan loqaritması deyirlər. Və onu belə işarə edirlər. Loqaritm A əsasdan B. Yəni sözümüzün belə deyək, əsası odur ki, loqaritma üstü funksiyanın tərsidir. Loqaritma qüvvət anlayışının tərsidir. Və yadda saxlayın, bir loqaritmanı yazmaq üçün siz bu şərtləri bilməlisiniz ki, loqaritmada A hər zaman müsbət olacaq. A birdən fərqli olacaq və B hər zaman müsbət olacaq. Siz bu 3 şərti ödəmədən loqaritma yazsanız onun mənası olmayacaq. Məsələn, yazıbsınız loqaritma 5 əsasdan -2, bunun mənası yoxdur. Və yaxud yazıbsınız ki, loqaritma 1 əsasdan 7, yoxdur mənası, indeks 1 ola bilməz. Loqaritma 3 əsasdan -3 əsasdan 5 mənası yoxdur. Bu şəkildə loqaritma ola bilməz. Yəni ilk öncə loqaritmanı yazmağı öyrənməliyik. Deməli, loqaritmanın əslində mənası nədir? Çox bəsit bir şəkildə izah verim sizə. Məsələn, loqaritma 3 əsasdan 243 deyir. Siz fikirləşməlisiniz ki, 3-ü neçə dəfə öz-özünə vuranda 243 alacağım. Deyəcəksiniz ki, müəllim, 3-ü 5 dəfə öz-özünə vuranda 243 alırsan. Deməli, onda bunun cavabı 5-dir. Və yaxud loqaritma 2 əsasdan 8. 2-ni neçə dəfə öz-özünə vursam 8 alaram. 2-ni 3 dəfə öz-özünə vursam 8 alaram. Loqaritmanın cavabı 3-dür. Loqaritmanın 2 növü var ki, onları xüsusi qeyd edək. Deməli, baxın, loqaritma A əsasdan B-dir. Loqaritma A əsasdan B-də. Deməli, əgər loqaritmanın, və o 2 növ hansıdır? Yəni, bu hallara baxmaq lazımdır. Loqaritmanın əsası 10 olarsa, loqaritma 10 əsasdan B kimi yazarsaq, onda buna deyirlər onluq loqaritma. Və onu artıq log kimi yox, LC B kimi yazırıq. Yəni, əgər mən sizə LC 5 yazmışamsa, siz bilməlisiniz ki, bu 10 əsasdan 5 deməkdir. Məsələn, LC 1000 yazıram. Buna deyə bilərsiniz, mənim cavabı 3-dür. Niyə 3-dür? Çünki bu 10 əsasdan 1000 deməkdir. Düşünürük ki, onu neçə dəfə öz-özünə vursaq 1000 eləyər. Bu da eləyəcək 3. Davam edəyimi? İkinci növü hansıdır? Əgər loqaritmanın əsası Y olarsa, biz onu onluq loqaritma. Baxın, bunun adı nə oldu? Natural loqaritma. Bunun adı nə oldu? Onluq loqaritma. Onluq loqaritmanı necə işarə edirik? Ln B kimi. Yadda saxlayın. O Y ədədi təxminən 2,7-yə bərabər olan təxmini qiyməti irrasional bir ədəddir. Pi kimi bir ədəd uşaqlar. Sadəcə bilin ki, əgər sizə yazılıbsa ki, ln 5, yəni bu loqaritma Y əsasdan 5 deməkdir. Gəlin keçid edək loqaritmanın düsturlarına. Təbii ki, bu düsturlar bilməsək, biz misal əlində çox çətinlik çəkərik. Birinci nəyə baxırıq? Loqaritma dedik ki, indeksi heç vaxt 1 ola bilməzdir əsası. Amma yuxarı hissəsi 1 ola bilər. A əsasdan 1 0-dır. Məsələn, yazıb ln 1, heç düşünmədən 0. Yazın loqaritma 5 əsasdan 1, düşünmədən 0 yazacaqsınız. Çünki bu artıq qəbul olunmuş, belə deyək də, bir qaydadır. Həmçinin bunun da isbatı oradan irəli gəlir ki, üstü 0 cəmiyyətlərin bütün qiymətləri 1-ə bərabərdir. Keçid edirik ikinci düstura. Bu 1. 2. Loqaritm A əsasdan A. Cavab nəyə bərabərdir? 1-ə. Məsələn, loqaritma 5 əsasdan 5. 1. Loqaritma 8 əsasdan 8. 1. Bunlar aydındır. Siz videonu saxlayıb davamını yazarsınız. Keçirik üçüncü düstura. Üçüncü düstur. Loqaritmanın indi əsasının da tutaq ki, qüvvəti var. Qiymətli hissəsinin də qüvvəti var. Baxın, siz bu qüvvətləri önə keçirtmə bilərsiniz. N əsasdan M məxrəcə loqaritma A-dan B. Bu nə anlama gəlir? Məsələn, mən sizə deyirəm ki, loqaritma 4 əsasdan 8-i gəlin hesablayaq. 4 əsasdan 8-i necə hesablayırsınız? 4-ü yazırsınız 2-nin kvadratı, 8-i yazırsınız 2-nin kubu. 3 böl 2-ni atırsınız önə. Və loqaritma 2 əsasdan 2 qalır.
2 əsasdan 2-də nə verir? 1. Deməli, testin cavabı nə olacaq? Sualın cavabı daha doğrusu 2-də 3. Yəni 1,5. Hə, indi ola bilər ki, sizə belə yazsın. 4-cü, bunun biraz şəklini dəyişək. A üstü M yazsın, B yazsın. M-də 1 önə keçəcək. Loqaritma A-dan B qalacaq. Davam. Sonra loqaritma A'dan K, burada da olsun A'da 1. Bu nə anlama gəlir? Məsələn, 8-dən 4-də 1 və yaxud 8-dən 16-da 1 olsun. Bunu yazırıq belə, loqaritma A'dan K. A'da 1 nə deməkdir? Bu sadəcə o düsturun şəkil dəyişmiş formalardır. Mən yazıram ki, hər formanı bacara biləsiniz həll eləməyi. A'da -1, -K'da 1 önə keçirdirəm. Loqaritma A'dan A qalır, o da 1 elədiyi üçün -K'da 1 qalır. Yəni ki, loqaritma 8 əsasdan. 8-i necə yaza bilərsiniz? 2-nin kubu. 16-da 1-i necə yazarsınız? 2 üstü -4. -4 bölü 3-ü önə keçirdirəm. Bu da olacaq cavabımız. Keçək digər düsturlara. Loqaritmanın A əsasdan M vur N. Loqaritmanın vurması ayrı-ayrı loqaritmaların cəminə gəlir. Məsələn, deyirəm ki, loqaritma 5 əsasdan 50. 50-ni yaza bilərsiniz siz 5 vur 10. Və siz onu belə yaza bilərsiniz. Loqaritma 5 əsasdan 5, üstə gəl 5 əsasdan 10. Biraz əvvəl düstur öyrəndik. 5 əsasdan 5 nədir? 1. 1 plus loqaritma 5 əsasdan 10 yazarsınız. Bunun sadəcə dəqiq cavabı yoxdur. Hə, onu da təzədən parçalamaq olar, 5 vurub 2 yazmaq olar. Amma bilmək lazımdır ki, vurma nəyə gəlir? Toplamaya. Loqaritmanın A əsasdan M böl N-i bərabərdir. Loqaritmanın bölməsi isə çıxmaya gəlir. A-dan B, A-dan M çıxılsın loqaritma A-dan N. Daha sonra loqaritma A-dan B-dir. Siz istəyirsiniz ki, bunun tərsini tapasınız. 1 bölünsün loqaritma B-dən A yazın. Və yaxud, məsələn, sizə yazır ki, 1 bölünsün loqaritma 3-dən 5. Siz bunun tərsini tapsınız, loqaritma 5-dən 3 olacaq. Bu da növbəti düstur. İndi bunları silək, davam edək. Sonra növbəti düstura deyirlər, bir əsasdan başqa əsasa keçmə. Bəzən bu düstura həqiqətən də ehtiyacımız olur çox. Necə? Loqaritma A əsasdan B-dir. İndi biz bunu istəyirik C əsasa keçirdək. C əsasları bura yazırıq. B-ni bura yazıram, A-nı da bura. Məsələn, loqaritma 3 əsasdan 5-dir. İndi istəyirik bunu 10 əsasa keçirək. Biraz əvvəl dedim. 10 əsas nə deməkdir? LC deməkdir də, düzdürmü? LC 5 böl LC 3. Və yaxud, indi ola bilər ki, sizə yazır. Loqaritma, bu düsturun tərsi də doğrudur. Buradan da bura keçid edə bilərsiniz. Loqaritma 4-dən 9, loqaritma 4-dən 3. İndi fikir verin. 4-dən 3-ün loqaritmasının cavabı təxminidir. Təqribi bir şeylərdir. Həmçinin 4-dən 9-udur. Amma siz bu düsturu bilsəz, görəcəksiniz ki, bu da loqaritma 4, bu da loqaritma 4. Bunları düzə atdıq. Qaldı loqaritma 3-dən 9. Loqaritma 3-dən 9-u necə yaza bilərəm? 3-dən 9-u 3-ün kvadratı yaz. 2-ni keçir dönə. 2 loqaritma 3-dən 3. 3-dən 3 nə verir? 1. 2-ni də vur 1-ə. Doğru cavab olacaq 2. Buna da deyirlər, əsas dəyişmə düsturu bir əsasdan başqa əsasa keçmə düsturu. Növbəti düstura baxaq. Növbəti düstur isə A üstü loqaritm C əsasdan B-dir. Deyir ki, bu B üstü loqaritma C əsasdan A-ya bərabərdir. Baxın, bunun mənası odur ki, məsələn 5 üstü loqaritma 2-dən 7-dir. Siz bunu dəyişib yaza bilərsiniz ki, 7 üstü loqaritma 2-dən 5-dir. Bu tipli suallar qarşınıza çıxacaq. Məsələn, 6 üstü loqaritma 2-dən 5. Yazacaq məxrəcdəki 5 üstü loqaritma 2-dən 6. Bəli, bunlar eyni ifadə olduğu üçün cavab 1-dir. Hətta sizə bir əlavə olaraq bilmək istəyənlər üçün bu düsturun açılışında deyim, hardan alınır, niyə bu düstur belədir? Baxın,
Bunun əvəzinə gəlin belə bir iş görək. Yazaq S üstü loqaritm S-dən A. Baxın, bu S-lər eynidir deyə A verəcək. Düzdür, bu düsturu mən dərsin əvvəlində demədim, amma indi bunun üzərindən deyəcəm. Deməli, bunun üzərinə də yazaq. Elə S-dən B. Fikir verin, mən nə dəyişmiş oldum? Heç nə. Bunlar gedəndə yenə A qalacaq. S əsasdan da B-ni yazdım. Lakin, burada nəyə fikir verin? Bu bərabərdir. Bununla bunun yerini dəyişirəm içəridəkinin. S üstü loqaritma S-dən B-ni içəri atıram. Loqaritma S-dən A-nı bura atıram. Baxın, burada da S-lər eynidir deyə mötərizənin içində qalacaq. B üstü loqaritma S-dən A və beləliklə düstur isbat olunmuş olur. Və bu düsturun elə üzərindən nəyi xatırlayaq? Mən əsas loqaritmik eyniliyi deməliyəm. Əsas loqaritmik eynilik. Əsas loqaritmik eynilik nədir? Əslində bu yadımdan çıxdı. İlk öncə deməliydik bunu. Orada deməli, əsas loqaritmik eynilik nədir? Deyir, A üstü loqaritm A əsasdan B bərabərdir B-yə. Yəni, 5 üstü loqaritma 5 əsasdan 3-dürsə, sanki bu 5-lər eynidir. Aparırıq, qalır yerdə 3 belə düşünə bilərsiniz. Bəzən yazır ki, 27 loqaritma 3 əsasdan 4. İndi deyəcəksiniz, mənim 27 ilə 3 eyni deyil, axı, burada necə eləyə bilərik? Amma 27 3-ün qüvvətidir. Siz bilirsiniz ki, 27 3-ün kubudur. Loqaritma 3 əsasdan 4-ü yazırsınız. O 3-ün kubu olduğu üçün o 3-ü atdıq mötərizə xaricinə. Mötərizənin içərisinə verir 4. 4-ün də kubu, deməli, sana cavabı 64. 125 loqaritm 5 əsasdan 7. Baxın, 125 nədir? 5-in kubudur. Kubu atdınız xaricə. İçəridə yazırsınız 5 üstü loqaritma 5-dən 7. 5 üstü 5 əsasdan 7. 5-lər eynidir, 7-nin kubu. 7-nin də kubu nədir? 343. Bu da olur əsas loqaritmik eynilik. Bir dənə də əlavə düstur deyim. Bu da var, hamısı bizim dediklərimizin test toplusunda öz əksini tapır. A üstü loqaritma A-dan B. Bu biraz əvvəl dediyim düsturun köməyindən alınır. Bunu yazmaq olar. B üstü loqaritma B-dən A. Sanki baxın belə düşünə bilərsiniz. Bu A-lar eynidir. Burada B qalır. Bu B-lər eynidir. Burada A qalır. Sadəcə bunlar kök altında olmaq şərti ilə. Daha sonra məsələn loqaritma A-dan B verib. Vur. Loqaritma B-dən C verib. Vur. Loqaritma C-dən D verib. İndi burada bir şeyə fikir verin. Bu sıranı artıra da bilərik. B-lər çarpaz şəkildə eynidir. Bu çarpaz şəkildə eynidirsə B-lər, onda buradan A qalır, buradan da D qalır. Bu misalın cavabı loqaritma A-dan D-dir. Bu tapşırıqlarla da test topusunda rastlaşacaqsınız. Loqaritma məsələn 3 əsasdan 5, vur loqaritma 5 əsasdan 7, vur loqaritma 7 əsasdan 9. Biraz diqqətli baxsaq, heç birindən konkret olaraq dəqiq qiymət çıxmır. Lakin 5-lər eyni, 7-lər eyni. Qaldı cavab 7 əsasdan 9. Bağışlayın, 3 əsasdan 9. 3 əsasdan 9-da necə yazarsınız? 9-u yazarsınız 3-ün kvadratı. Kvadratı önə keçirdin. 2 loqaritma 3 əsasdan 3. 3 əsasdan 3-də nə verir? 1. Cavab 2 edər onda. Bu da belə. Davam edək. Loqaritmada əsasən də tənliklərdə, bu sizin çox köməyinizə çatacaq indi deyəcəyim qayda. Loqaritma A əsasdan M, B əsasdan N-dirsə. Əgər M-lə N, M və N cüt ədəd olarsa, ümumiyyətlə bu tənlikdə də bizə çox kömək olur. O zaman loqaritmada M-ni qarşıya keçirdirsiniz bildiyiniz kimi. Doğrudur. N bölümü keçirdiniz. Amma A-la B-ni modulda yazın. Çünki ola bilər ki, mənfi ədəddir, onun üzərində cüt ədəddir, onu müsbətə çevirir. Onu nəzərə almaq lazımdır. Və son olaraq gəldik, çıxdıq loqaritmanın işarəli olmasına. Məsələn, sizə desək ki, loqaritma 0.2 əsasdan 5-in işarəsi, 5 olması 7-nin işarəsi nədir? Məsələn, siz loqaritmanın işarəsini təyin edərkən, onun hər dəfə cavabını bilməyinizə ehtiyac yoxdur. Çünki bunun cavabı təqribi bir qiymətdir. Amma siz bunun işarəsini necə təyin edəcəksiniz? Əgər loqaritmada A əsasdan B-dir. Əgər loqaritmada
A da B də birdən böyük ədəddirsə, bu loqaritma hər zaman müsbət olur. Buna nümunə, məsələn, loqaritma 5 əsasdan 7, ikisi də birdən böyük ədəddir. Siz bunun qiymətini tam olaraq tapa bilməsəniz belə, bu sıfırdan böyükdür. Yox, loqaritmada A da B də sıfırla 1 arasındadırsa, A da qiymətli hissəsdə, loqaritmanın əsası da sıfırla 1 arasında olsun. Bunu ən bəsit dildə deyirəm. 0-dan 1, məsəl üçün, loqaritma 3-də 1 əsasdan 0,7. İkisi də 0-dan 1 arasında. Mən buna bəzən dərslərdə də deyirəm, eyni cins ədədlər. Yəni, ikisi də birdən böyükdürsə, bu da eyni cins. Burada ikisi 0-dan 1 arasındadırsa, bu da eyni cins. Və bunlar da 0-dan böyük. Nə zaman loqaritmanın işarəsi mənfi olur? O zaman mənfi olur ki, məsələn, A 1-dən böyük olsun, B 0-dan 1 arasına düşsün. Tutaq ki, yazıram ki, 5 əsasdan 0,6. Bəli, bu mənfi ədəd olacaq loqaritmada. Və yaxud A 0-dan və ya yazıram. A-mız 0-dan 1 arasına düşə bilər. B-miz isə 1-dən böyük ola bilər. Bu zamanda həmçinin deyəcəksiniz ki, müəllim, loqaritma mənfidir. Loqaritma A əsasdan B mənfidir. Elə bilirəm ki, loqaritma haqqında az da olsa məlumat da ola bildiniz. İndi gəlin, keçid eləyək toplunun bir neçə sualına baxaq. Loqaritma bölməsinə gələk. Dərsdə biz harada qalmışıq? Trigonometriyadan. Baxın, loqaritma bölməsindən suallar. Tutaq ki, deyirəm ki, 6 nömrəli loqaritmanı hesablayaq. Mən nə danışdım dərsdə? Dedim ki, loqaritma eyni əsaslıdırsa, uşaqlar, loqaritmanın toplaması nəyə gəlir? Vurmaya gəlir. Nə yazacaqsınız? Loqaritma 2 əsasdan 3 vur 3-də 4. 3 dərc etdi. Loqaritma 2 əsasdan 4. 2 əsasdan 4-də hətta biraz da açıqlama verim. 4-ü yazırsınız 2-nin kvadratı. 2-ni önə keçirdirsiniz. 2 əsasdan 2-də 1 verir. Sualın cavabı olur ki, biraz uzun uzadı yazıram izahları. O sizə qəribə gəlməsin. Sadəcə bu video abituriyentlərin qarşısına çıxacaqsa, ələxüsusda birinci dəfə loqaritma keçən abituriyentlər, onlar daha rahat anlasınlar deyə. Loqaritma 64, loqaritma 4. Bu bölmə çıxmaya gəlir sözünü deməyin. Bəzən uşaqlar o səhvə yol verir. Bu sadəcə nədir? Loqaritma LC-dir, bu 10 əsaslandı bu arada. 4-ün kubudur. Bu da LC 4-dür. 3-ü atın önə. 3 LC 4. Bu da LC 4. LC 4-lər getdi. Sualın cavabı qaldı 3. Tamam, bir başqa suala baxaq. 30-cu sual. Loqaritmanın qiymətini hesabla. 4 loqaritma 5 əsasdan. Baxın, 5 kökdə 5 nə deməkdir? 5 vur 5 üstü 2-də 1 deməkdir. Çünki bu kökdür. Bu da edəcək 1 tam 2-də 1. 1 tam 2-də 1 nədir? 2-də 3. 2-də 3-ü nə edəcəksiniz? Önə atacaqsınız. 4 vur 2-də 3. Vur loqaritma 5-dən 5. 2 ilə 4 getdi 2. 6 edəcək. Doğru cavab B variantı. Sonra, hansı loqaritmanın mənası yoxdur? Biz loqaritmadan danışanda hər zaman deyirik ki, uşaqlar, loqaritmada nəyə fikir verməlisiniz? A müsbət olmalıdır, B müsbət olmalıdır və A heç vaxt 1 olmamalıdır. Gəlin görək bu şərt hansı pozur? Y təxminin 2,7-dir. Pi-də 3,14-dür. Əlbəttə ki, 2,7-dən 3,14 çıxanda mənfi ədəd edir. Bu mənası yoxdur. 150 dərəcənin sinusu 2-ci rübə düşür 150 dərəcə. Orada müsbətdir, var mənası. 150 dərəcənin kosinusu 2-ci rübə düşür, kosinus mənfidir, mənası yoxdur. 3-dən 3,4-ü çıxanda eləyəcək mənfi. Mənfidirsə, bunun mənası yoxdur. Baxın, aşağıdakı qrafiklər hansı funksiyaya aid ola bilər? Bu hansı funksiyadır? Loqaritmadır. Özdə necə funksiyada artandır? Deməli, cavab B variantı olar burada. Daha sonra, məsələn, sizə buraxılışda istifadə olmuş bir sualın izahını verim. 2 minus, LC4 nə deməkdir? LC2-nin kvadratı. 2 önə keçir. Deməli, 2 minus 2 LC2 olur. Yuxarıdan surətdən 2-ni çıxarın. Qalır 1 minus LC2. 2-lər getdi. 1 minus LC2 nə deməkdir? 1-in yerinə yazırsınız LC10. Çünki 10 əsasdan 10 cavabı 1-ə bərabərdir.
LC10-dan LC2 çıxma nəyə gəlir? Əsas eynidirsə, ortada çıxmadırsa, bölməyə yaza bilərsiniz. Bu da 10-u 2-yə böləndə neçə eləyəcək? 5. Bir dənə də bu tipli bir dənə sual həll edeyim sizin üçün. Məsələn, 59. Loqaritma 2 əsasdan 3-ü vermiş sizə A. Sual verir 3 əsasdan 18-in cavabında. İlk öncə sizin ağlınıza gəlməlidir ki, 3 əsasdan 18-i müəllim bəlkə 9 vur 2 yazsın. 18 eləyir. Toplama nəyə gəlir? Vurmaya. Deməli, bu 3 əsasdan 9 üstə gəl 3 əsasdan 2-dir. 3 əsasdan 9-u necə yaza bilərəm? Loqaritma 3 əsasdan 3-ün kvadratı kimi və kvadrat önə keçər. İndi keçirdə önə görək nə alınır? Hər bir addımı yazıram ki, rahat anlayaq. Bax, 2. Loqaritma 3 əsasdan 3-də 1 verir. Artıq onu yazmasanız da olar. Plus loqaritma 3 əsasdan 2. İndi bax, nəyə baxın? 2 əsasdan 3 A-dırsa, bu 3 əsasdan 2 bunun tərsidir. Yəni A da 1-dir. Onda 2 plus A da 1. Ortaq məxrəci də gətirin. 2A plus 1. Bir dənə də belə bir suala baxaq. 65 nömrəli, biraz çətin yaradılmış. Çıxma adətən biz bilirik ki, bölməyə gəlir. 9 üstü 0.5. Bu da olacaq 9 üstü 2-də 1 loqaritma 9 əsasdan 16. 0.5 nə deməkdir? 2-də 1. Bu 2-də 1 isə, baba, bu 2-də 1 16-nın qüvvətinə vermək olar. Yadda saxlayın. Loqaritmanın önündə nəsə bir əmsal varsa, onu qüvvətə verə bilərsiniz. A əsasdan M üstü B yazarsınız. Yəni, burada mən bunu tətbiq edirəm. Necə deyək, bunu düzəldək. İndi baxın, 9-un alınlar belə, loqaritma 9 üstü 16 üstü 2-də 1. Məlum məsələdə 9 üstü 2-də 1 kökdə 9-dur. 16 üstü 2-də 1 də kökdə 16 deməkdir. Bundan çıxır kökdə 16, buradan çıxır 9. Kökdə alsaq 4-də 3. Cavab olacaq B variantı. Bu qısa bir videoda hardasa neçə dəqiqəmiz aldı bizim? 35-32 dəqiqəyə yaxın videodur. Bu videoda istədim ki, loqaritma haqqında giriş anlayışları verim sizə, ilk anlayışları belə deyək. Daha ayrıntılı video onsuz kanalda var. Əgər həm abituriyentlər üçün, həm loqaritmanı 2 dəfə öyrənmək istəyənlər üçün, əgər həqiqətən də bu videoların yararı olarsa, videonu bəyənib, paylaşmağı unutmayın. Bir də 2026-cı ildə imtahan verəcək abituriyentlər üçün son, demək olar ki, 60 gün qalıb hardasa. Bu qısa vaxtda, yanvardan etibarən sürət qrupumuz var və sürət qrupunda hansı mövzular öyrədiləcək? Sürət qrupunda həftənin 4-5 günü olmaqla trigonometriya, daha sonra loqaritma mövzusu, loqaritma, birləşmələr nəzəriyyəsi, ehtimal nəzəriyyəsi. Yəni, bunların hər birindən sual var və uşaqlar ən çox çəkinəcəkdir və bir də əlavə bir də yadınızdan çıxdı, kompleks edədilər. Bu 5 bölmənin hərəsindən 2 sual trigonometriya, 2 sual loqaritma, 1 sual kompleks, 1 sual birləşmə, 1 sual ehtimaldan düşür testlər. Və siz də əgər bu bölmələri son 50 gün içərisində çox rahatlıqla öyrənib testləri vurmaq istəyirsinizsə, imtahana düşən, bundan əlavə bunların sınaqları da işlədiləcək, hansı ki, ötən illərdə istifadə olmuş sual tiplərinin hamısını işlədiləcək bu qrupda. Dərslərə qoşula bilərsiniz. Dərslərə qoşulmaq üçün də ekranda gördüyünüz WhatsApp nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz. İzlədiyiniz üçün sağ olun.